Ahmet, Sumqayıtla bağlı elə Nurani adlı izləyicimin də iradı var. Əslində düz fikirdir. Düz fikirdir, amma burada ölkə fərqi var burada. Yox, burada detallar var. Anderlecht komandasını hər halda Belçika Futbol Federasiyası yaratmayıb, Nurani bəy. Amma Sumqayıt komandasını 2010-cu ildə Azərbaycan Futbol Federasiyası yaradıb. Anderlecht komandasına mən əminəm ki, Belçika Futbol Federasiyası hər hansı qayda qoya bilməz, diktə edə bilməz. Amma Azərbaycan Futbol Federasiyası Sumqayıt komandasını uzun illər diktə edib. Legioner olmaz, ancaq yerli futbolçular çıxış etməlidir. Həmin yerli futbolçular da İrandan, nə bilim, İsraildən gəlmə, sortu bilinməyən əcnəbi futbolçular olub, amma yerli futbolçu kimi təqdim olunubdur. Yəni burada bu kimi detallar var. Yəni Sumqayıt futbol şəhəridir. Sumqayıt azərkeşləri futbolu çox gözəl bilirlər. Sumqayıtda ilk dəfə futbol klubu səhv etmirəmsə 1963-cü ildə olub, amma bu günlər Sumqayıtın tarixi 2010-cu il göstərilir. Yəni futbolun ənənəsinin qorunması, sabitliyin olması önəmlidir. Hər bir klubda təbii ki, eniş ola bilər. Amma bir mövsüm klub Avrokuboklar uğrunda oynayıb, növbəti mövsüm Premier Liqada qalma uğrunda oynayırsa, demək ki, burada başqa problemlər var və azərkeşlər də bunu görür. Və son açıqlamalarda Saşa İliç davamlı olaraq bildirir ki, heyət məhduddur, lazım olan transferləri etmədik. Okey, mən mətbuat konferansında da iştirak etdim. Elə Serbiyalı mütəxəssisin birbaşa özünə də bildirdim. Təbii ki, sual ritorik idi. Başa düşdüyüm, okey, heyətin güclənməsinə ehtiyac var idi. Nə üçün? Avrokuboklara getmək üçün. Amma sənin bugün Sumqayıt olaraq, Saşa İliç olaraq Karvan Yevlax komandasını udmağın üçün, Kəpəzi udmağın üçün kifayət qədər resursların var, heyətin var. Yəni bunun üçün güclənməyə ehtiyac yoxdur. Sən doğru vurursan, mən bunu iki yerə ayırıram bu məsələdə. Məsəl üçün, başa düşdük ki, belə başa düşürük ki, daha doğrusu Saşa İliçin hardasa fikir açılanması var içəridə, Ahmet. Baş məsələ rəhbərliyi var. Yəqin ki, qışda istənilən transferlər olmadığına görə, amma unutmaq lazım deyil ki, məhz bu oyuncularla Saşa İliç ilk dövrəni çox gözəl komandanı hazırlaya bilirdi. Demək ki, bu əsas verir ki, yəni ikinci dövrə də əslində komandada bir neçə transfer olundu. Yəni bu o demək demək deyil ki, yəni bu futbolçularla artıq ikinci dövrə biz Avrokuboklara mübarizə apara bilmərik. Yəni məncə bu mənim fikrimdə bu səhv bir fikirdir. İkinci bir fikir isə məşhur bir basketbolçu var, Yannis Antetokounmpo. Nigeriya əsilli Yunan basketbolçudur. Hal-hazırda səhv eləmirəmsə NBA-də Oklahoma City Thunder'da oynayır. Deməli, oyunların birindən sonra ona jurnalist sualı verir ki, bəs bu il çempionluq qazanmadınız da, yəni artıq çempionluq şansı, play-off'a belə nəticə çıxmamısınız və bununla bağlı nə deyə bilərsən? Yəni bu uğursuzluqla bağlı konkret sual belə olur. Yannis'in də çox belə möhtəşəm bir cavabı var. Deyir ki, Michael Jordan NBA-də neçə il çıxış eləyib? 16 il. Cəmi 6 dəfə çempion olub da, düzdür? Onda belə çıxır ki, qalan o 10 il hansı ki çıxış eləyib, o çempion olmayıb, onda o 16 il belə deyək də hədər gedən bir illərdir. Yox, burada əslində məsələ nədən gedir? Məsəl üçün, Sumqayıt bu oyununu bu il davam elətdirib, Avrokuboklara vəsiqə qazanma uğruna mübarizə aparsaydı, növbəti mövsüm daha da o Saşa İliçin istədiyi futbolçuları almaq daha asan olacaqdı. Çünki artıq gedənlər olacaqdı, büdcə yaranacaqdı. Yəni mən həqiqətən də başa düşmədim ki... Məncə Saşa İliç çox erkən təslim oldu. Orada nələr baş verdiyini bilmirəm. Məsələn, son konferansda bildirdiyi bir fikir oldu ki, gənclərlə yola davam etmək təklif olundu. Düşünürəm ki, bu mövsümün əvvəli bu qərar verilməli idi. Bu baxımdan hardasa Saşa İliçi haqlı sayıram. Çünki plan mövsümün əvvəli tutulmalıdır. Qış vasitəsində qərar verilməlidir. Mən inanmıram ki, kimsə geçsin rəhbərlikdən hansısa məhdiciyə desin ki, bundan sonra gənclərlə oynayacaq. Faktiki Saşa İliç dəfələrlə bunu dönə-dönə deyib ki, rəhbərliyin istəyidir. Mən hətta bildirdim ki, bu nə dərəcə doğrudur ki, strateji... Burada bir məntiq xətası var məncə, Xanoğlan, o da nədir? Komanda Avrokubok zonasındadır. Düzdür? Avrokubok zonasındadır. Yəni, birdən-birə rəhbərlik, hansı rəhbərlik gəlib? Çünki niyə görə? Sumqayıtda kifayət qədər legioneri var da, düzdür? Komandanın 13 legioner sifariş olunub, 12'si hazırda komandadadır, biri ayrıldı. 2 legioner də sifariş olunmayıb. Komanda ilə məşqlər edir. Yəni bu komandanın faktik olaraq 15 legioneri var. Yəni sən bunlara maaş ödəyirsən, düzdür? Yerli futbolçulara maaş ödəyirsən, düzdür? Yəni bu hal-hazırda Sumqayıtın Avrokupa şansları yenə var.
hal-hazırda. Kifayət qədər yüksəkdir. Məsələn, Yəni son necə ola bilər ki, rəhbərlik gəlsin desin ki, yox, gənclərlə oynayın. Bilmirəm. Yəni ona belə çıxır ki, Saşa Eliç yalan danışır. yox, yalan danışır deyə bilmərəm. Prosta sadəcə olaraq o mənada mən rəhbərliyi bundan sonra gənclərlə oynamalıyıq. Belə deyək də, o Saşa İlçin fikrinin məncə burada hansısa bir müəmma var.